Deməli, burada Montenegro'da tərazdən qiyməti. Təzə kartof 1.10 euro. Köhnə 1.25. Sonra soğan neçədir? Soğan 1.20. Qırmızı soğan 1.90. Hardasa 1.90 euro eləyir. Nə qədər hə? 2 euroya yaxın, 4 manata yaxın da yəni. Kəlamdır 1.40. Başqa nə bilim da. Sonra burada nə var? Bu görüm. Banan 2 euro. Kiwi 2.95. Portakal əzilmiş. Portakal 6.40. 6 euro 40 cent. Mandalindir 2.60'dır. Portakal budur 2.80. Artıq 1.65. Belə. Çiyələyin bir dənə kutusu 6 euro 19 cent. Şaftalı da ki 6.65. Əriyə bax, əri. Nektarın 4.49, 6.29. Qəşəng. Yaxşıdır. Marketin qiymətləri, biznes market qiymətləri var. Qəşəngdir market qiymətləri, at qiymətinə də hamısı. Bizdə deyirik ki, bizdə hər şey bahadır. Buranın qazancına görə deyildir buranın qiymətləri. Bizdəki qazanca da uyğun bizim öz qiymətlərimiz var. Belə, bu da normal harandır Aroma marketin qiymətləri. Davamı gələcək videoma. İzlənmədə qalın.